Təbii ki, bu reabilitasiya mərkəzləri çoxalmaqda davam edir və bu çoxluğun da içində bu fikirlər elə-belədən yaranmayıb. Bu kimi reabilitasiyalar var ki, o da təcrübəsizlikdən, elmsizlikdən hansısa bir mənfi problemlərlə üzləşirlər. Hansı ki, orada elm olmadıqda fiziki bir güc tətbiq edirlər. Lakin gözəl reabilitasiyalar var Azərbaycanda, təcrübəli şəxslər var ki, əlhəmdülillah biz şübhəsiz ki, bunların içində birinciyik. Bizim Məmməd Rza müəllim Qafarov çox təcrübəli və 3 dənə təhsil olan bir şəxsdir bu sahədə. Və mən də artıq 5-ci ildir, 5 ildir Məmməd Rza müəllimin yanında. Özüm də demək olar ki, bu sahənin bir mütəxəssisinə çevrilmişəm. Baxmayaraq ki, mənim sahəm deyil. Hətta elə olub ki, mən sizə bir şey deyim, yəni pasiyenti orada qalıb, razı salıb sağaltmaq üçün, orada qalmaq üçün pasiyentin ayağını belə yumuşuq. Bəlkə bu 50 dəfə baş verir. Bu negativlər də olmalıdır. Məncə çox ağır sahədir. Bir dənə narkomanla bir nəsil bacarmır. İstər alkoqol olsun, istər iqraman olsun. Bu günləri gecə bir nəfər yazmışdı ki, mən özüm qolumu da kəsmişəm, şəklini atmışdı mənə ki, mənə kömək edin. Bu gün elə inşallah bu verilişdən çıxıb ki, bunu götürəcəm Allahın iznilə. Yəni onları orada saxlayıb, sağlam düşüncəyə gətirib sağaltmaq çox böyük əziyyət və risk tələb edir. Və təbii ki, bu yola çıxmışıqsa, bu yol kişilərin yoludur, çətin yol ümumiyyətlə kişilərin yoludur. Axıra qədər də mübarizəmizi davam edəcəyik inşallah. Və cənnəti qazanmaq ümidiyle. İnşallah. Qurtuluş Reabilitasiya Mərkəzi. Həyata dönüş buradan başlayır.